2 saylı Gəncə Regional Asan Xidmət Mərkəzində Asan könüllülərinin 2-ci regional karyera sərgisi baş tutub. Tədbir Asan Xidmətin və Dövlət Məşğulluq Agentliyinin Gəncə Daşkəsən Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə reallaşdırılıb. Sərginin əsas məqsədi Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Eləcə də regionda fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə gənclər arasında əlaqə yaratmaq, onların peşəkar inkişafına və təcrübə qazanmalarına dəstək prioritet təşkil edib. Tədbirimizdə xeyli sayda könüllülər, eləcə də regiondan olan tələbələr, gənclər iştirak edirlər və müxtəlif işə götürənlər burada öz vakansiyalarını təqdim edirlər. İnanırıq ki, tədbir faydalı olacaq və həm gənclərimizin iş tapması baxımından, həm işə götürənlərin öz kadr ehtiyaclarını təmin etməsi baxımından əhəmiyyətli nəticələr verəcək. Tədbirdə 40-a yaxın müəssisə və təşkilat tərəfindən ümumilikdə 100-dən çox vakansiya təqdim olunub. Karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işə götürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər. Mən də Asan könüllüsü olmuşam. CV hazırlayaraq İnsan Resurslarının İdarə Edilməsi bölməsindən müraciət etmişəm. Ümid edirəm növbəti işə qəbul olanlardan biri də mən olaram. Bugün bura gəlmişik ki, iş üçün CV vermək üçün. Mən özüm bankda işləmək üçün CV verməyə gəlmişim və hamısı uğurlu oldu. İnşallah işə qəbul olarıq. Bu günə kimi Asan könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü Asan kadr portalı vasitəsilə işlə təmin olunub. Bu işlər dövlət qurumları, Asan xidmət mərkəzlərinin özlərində, bank xidmətlərində və digər dövlət qurumlarında həyata keçirilir. Qeyd edək ki, könüllülər Asan xidmətin fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 43 mindən çox könüllü gənc qoşulub.